Basketbol. Basketbol ilk dəfə 19-cu əsrin sonunda fiziki tərbiyə müəllimi James Naismith tərəfindən 1891-ci ildə Amerikanın Massachusetts ştatında yaradıldı. Demək, basketbolun vətəni Amerikadır. 19-cu əsrin sonunda yaradılıb. Kim tərəfindən? Fiziki tərbiyə müəllimi James Naismith tərəfindən. Neçənci ildə? 1891-ci ildə yaranıb 1891-ci ildə. Basketbol sözünün mənası nədir? Basket səbət, bol, top deməkdir. Oyunun əsas məqsədini səbətlər təşkil etdiyindən Naismith tərəfindən bu oyuna səbət topu mənasını verən basketbol adı verilmişdir. Basketbol yarandı 1891-ci ildə. Bəs basketbol yarandıqdan neçə il sonra oyunun qaydaları işlənib hazırlandı? 1891-ci ildə yaradıldı. Ya basketbolun yaranışından 3 il sonra, 1894-cü ildə artıq ilk oyun qaydaları işlənib hazırlandı. Yəni basketbol üzrə ilk rəsmi qaydalar 1894-cü ildə. Basketbolun yaranışından 3 il sonra 1894-cü ildə nəşr olundu. Beynəlxalq Basketbol Federasiyası FIBA Beynəlxalq Basketbol Federasiyası 1932-ci ildə yaradılıb. Beynəlxalq Basketbol Federasiyası FIBA 1932-ci ildə İsveçrənin Cenevre şəhərində yaradıldı. Bütün federasiyaların yaranma səbəbi həmin idman növünə nəzarət etməkdir. Beynəlxalq Basketbol Federasiyası basketbola nəzarət edir. Basketbolda Avropa və Dünya çempionatı, Avropa və Dünya çempionatı. Hər ikisi 4 ildən bir keçirilir. Həm Avropa çempionatı, həm Dünya çempionatı, hər ikisi 4 ildən bir keçirilir. Əgər Avropa və Dünya çempionatlarının keçirilmə vaxtı üst-üstə düşərsə, bu zaman Avropa çempionatı saxlanılacaq, həmən ili saxlanılır. Dünya çempionatı keçirilir və Avropa çempionatı növbəti vaxtda, ili hansı vaxtda düşürsə, həmən vaxtda keçirilir. Yəni üst-üstə düşürsə Avropa çempionatı saxlanılır, dünya keçirilir. Növbəti vaxtda Avropa çempionatının vaxtı nə vaxtısa, həmən ildə keçirilir. İlk dəfə kişilər arasında Avropa çempionatı 1935-ci ildə keçirilib. Yazırıq bura 1935, 1938, 1950, 1953, 35-38 aralarında 3 il fərq var. 50-53 aralarında 3 il fərq var. 35-38 Avropadır. 50 dünyadır. 53 də dünyadır. 35 2 yazıram kişilər, 38 qadınlar. 50 kişilər, 53 qadınlar. Yəni ilk dəfə kişilər arasında Avropa çempionatı 1935-ci ildə keçirilib. İlk dəfə qadınlar arasında Avropa çempionatı kişilərdən 3 il sonra 1938-ci ildə keçirilib. İlk dəfə kişilər arasında dünya çempionatı 1950-ci ildə keçirilib. İlk dəfə qadınlar arasında dünya çempionatı 1953-cü ildə keçirilib. Avropa çempionatında kişilər və qadınlar arasında 3 il fərq var. Dünya çempionatında kişilər və qadınlar arasında 3 il fərq var. Avropa çempionatında çempion olub Latviya komandası kişilər arasında. Qadınlar arasında Avropa çempionatında qalib komanda olub İtaliya. Kişilər arasında dünya çempionatında qalib komanda olub Argentina. Qadınlar arasında dünya çempionatında çempion olub ABŞ komandası. Hər bir idman oyununun Olimpiya oyunları proqramına daxil olmağı var rəsmi qaydada. Basketbol
ilk dəfə 1935-ci ildə Olimpiya oyunları proqramına daxil edilib. Amma rəsmi olaraq ilk dəfə kişilər rəsmi olaraq ilk dəfə kişilər 1936-cı ildə. Qadınlar kişilərdən 40 il sonra 1976-cı ildə Olimpiya oyunları proqramına daxil edildi. Demək, kişilər üçün basketbolda rəsmi olaraq Olimpiya oyunları proqramına daxil olmağı 1936-cı ildə keçirilən Berlin Olimpiya oyunları proqramına daxil edildi və kişilərdən ilk çempion Amerika komandası oldu. Kişilərin Olimpiya oyunları proqramına daxil olduğu ildən 40 il sonra 1976 Montreal Olimpiya oyunları proqramına qadınlar daxil edildi və ilk çempion SSR komandası oldu. SSR komandası oldu. Demək, kişilərin rəsmi olaraq Olimpiya oyunları proqramına daxil olmağı 1936, qadınların rəsmi olaraq Olimpiya oyunları proqramına daxil olmağı 1976-dır. Basketbolda 24 saniyə qaydası var. Yəni basketbolda bir komandanın hücumuna 24 saniyə vaxt verilir. NBA'da, yəni Amerikan milli çempionatında 1954-cü ildə ilk dəfə 24 saniyə qaydası yaradıldı. 24 saniyə qaydası və 24 saniyə qaydasının yaradıcısı Danny Bison oldu. Danny Bison 1954-cü ildə ilk dəfə Amerikan milli çempionatında hücuma verilən vaxt 24 saniyə qaydasını yaratdı. Beynəlxalq Basketbol Federasiyasından fərqli olaraq NBA'da, yəni Amerikan milli çempionatında bir period 12 dəqiqədən ibarətdir. Bəli, 4 period oynanılır, cəmi 48 dəqiqə. Amma Beynəlxalq Basketbol Federasiyasının keçirdiyi yarışlarda 4 period, hər period 10 dəqiqədən ibarətdir. Amma NBA'da, Amerikan milli çempionatında bir period 12 dəqiqədən ibarətdir. Bizə əsas Beynəlxalq Basketbol Federasiyası keçirdiyi yarışlar lazım. Yəni FIBA-nın orada da period 10 dəqiqədən ibarətdir. 1956-cı ildə FIBA, yəni Beynəlxalq Basketbol Federasiyası tərəfindən 30 saniyə qaydası yaradıldı. Bəli, FIBA 1956-cı ildə 30 saniyə qaydasını yaratdı. 2000-ci ildə FIBA bu qaydanı 24 saniyə etdi. Hal-hazırda da basketbolda hücuma verilən vaxt necə olacaq? Hücuma verilən vaxt olacaq 24 saniyə. Azərbaycan basketbolunun banilərindən sayılan Tofiq Abbasov. Tofiq Abbasov Azərbaycan Basketbol Federasiyasının ilk prezidenti olur. Hazırki prezidenti Emin Əmrullayevdir. Amma ilk prezidenti Azərbaycan Basketbol Federasiyasının ilk prezidenti Tofiq Abbasov olub. Tofiq Abbasov əməkdar məşqçidir. 1950-55-ci illərdə kişilərdən sonra qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi olub. Bolqarıstan yığmasını 1964-cü ildə Olimpiya oyunlarına hazırlayıb. Bizə əsas nə lazımdır? Azərbaycan basketbolunun banilərindən sayılan Tofiq Abbasov Azərbaycan Basketbol Federasiyasının ilk prezidenti. Hazırki prezident isə Emin Əmrullayevdir. Basketbol meydançasının ölçüləri. Basketbol meydançasının uzunluğu 28 metr, eni 15 metrdir. Meydançanın mərkəzi diametri, yəni dairənin diametri 3 metr 60 santimetrdir. Radius bir tərəfə düşən üstə 1 metr 80 santimetrdir. Demək, mərkəzi dairənin diametri, bu dairənin diametri 3 metr 60 santimetrdir. Bir tərəfə düşən hissəsi olacaq 1 metr 80 santimetr. Basketbol lövhəsi, baxın göstərəm, basketbol lövhəsi səbət ilə birlikdə 1 metr 20 santı meydançanın daxilinə, burada daha yaxşı görsənir, meydançanın içərisinə girib. Hər iki tərəfdən basketbol lövhəsi səbət ilə birlikdə 1 metr 20 santı meydançanın içərisinə, daxilinə girib. Lövhənin uzunluğu 1 metr 80 santimetrdir. Lövhənin eni 1 metr 5 santıdır. 1 metr 5 santı. Lövhədə bir kvadrat var. Bax, burada bir qırmızı kvadrat var. Və bu kvadratın da ölçüsü 45-in 59-adır. Basketbolda, əgər sən topun səbətdən düşməyini istəyirsənsə,
Topu 45'in 59 olan kvadratın tən ortasına vurmalısan. Tən ortasına vurduğun top 99% səbətin içindədir. Demək, lövhənin uzunluğu 1 metr 80 sm, lövhənin eni 1 metr 5 sm, lövhədə qırmızı bir kvadrat qeyd olunub, kvadratın ölçüsü 45'in 59'adır. Baxın, lövhə meydança səthindən lövhəyə qədər olan məsafə 2 metr 90 cm-dir. Meydança səthindən lövhəyə qədər olan məsafə 2 metr 90 cm-dir. Və lövhənin altından, bu lövhənin altından 15 cm yuxarıda səbət bərkidilib. 15 cm yuxarıda səbət bərkidilib. Demək, meydança səthindən lövhəyə qədər olan məsafə 2 metr 90 cm-dırsa, meydança səthindən səbətə qədər olan məsafə olacaq 3 metr 5 cm. 3 metr 5 cm. Bu səbəti biz burada görürük. Səbətin diametri 45 cm-dir. Səbətə bağlanmış torun uzunluğu 45 cm-dir. Meydanda olan xətlərin qalınlığı 5 cm-dir. Və basketbolda yan xətlər meydanın xarici sayılır. Yəni, basketbol topunun belə deyək də bir 5% xəttin xaricinə çıxırsa artıq top oyundan çıxmış sayılır. Bir basketbolda, bir də 3-3 basketbolda xətlər meydanın xarici hesab edilir. Bunu yadda saxlayın. Sonra komandanın rəsmi şəxsləri və ehtiyat oyuncular üçün nəzərdə tutulmuş texniki zona yan xəttdən 2 metr məsafədə olmalıdır. Sonra basketbolda gəldik komandanın tərkibinə. Basketbolda komandanın tərkibi deyəndə burada əsas və ehtiyat oyuncular nəzərdə tutulur. Bunu yadda saxlayaq. Komandanın tərkibi deyəndə əsas və ehtiyat oyuncular nəzərdə tutulur. Basketbol komandası kapitan da daxil olmaqla əsas heyət 5, ehtiyat 7, komandanın tərkibi 12 oyuncudan ibarətdir. Bəli, bir basketbol komandasında kapitan da daxil olmaqla əsas heyət 5, ehtiyat 7, komandanın tərkibi 12 oyuncudan ibarətdir. Sən basketbolda ehtiyat heyətin olmasa belə əsas heyətlə oyuna başlaya bilərsən. Əgər 5 nəfər oyuncun varsa, sən oyuna başlaya bilirsən. Yəni, minimum 5 ilə sən oyuna başlamalısan. 5-dən az gələrsənsə, artıq sənə veriləcək texniki məğlubiyyət. Yəni, 4 ilə, 3 ilə biz basketbolda oyunu başlaya bilmərik. Yenə deyirəm, ehtiyat heyətin yoxdur, 7 nəfərin yoxdur. Əsas heyətlə gəlmişsən, 5 nəfərin var. Bəli, oyuna başlaya bilərsən. 5-dən az heyətlə oyuna gələrsənsə, sənə texniki məğlubiyyət veriləcək. Sonra komandaların idmançıların nömrələnməsi. İdmançıların nömrələnməsi 0 və 99 aralığında nömrələrdən istifadə olunur. Bu isə idmançıların nömrələnməsidir. Gəldik nəyə? Basketbol topuna. Basketbol topu 3 kateqoriyada olur. Dedik ki, basketbol topu 3 kateqoriyada olur. 5 nömrəli top, 6 nömrəli top, bir də 7 nömrəli top. Əvvəla danışacağıq 5 nömrəli top haqqında. 5 nömrəli topun, yazaq bura. 5 nömrəli top. 5 nömrəli topun çevrəsini qeyd edək. 5 nömrəli topun çevrəsi 685 700 mm. Topun kütləsi olacaq 465-495 qram. 465-495 qram. Bizə əsas lazım olan 6 nömrəli topdur. Bir də 7 nömrəli top. 6 nömrəli top qadınlar üçün nəzərdə tutulub. 7 nömrəli top kişilər üçün nəzərdə tutulub. Yazıraq bura 6 nömrə. 6 nömrəli topun çevrəsi necə yadda saxlayaq? 715-730 mm. Topun kütləsi 510-550 qram. 7 nömrəli top. 7 nömrəli top kişilər üçün nəzərdə tutulub. 7 nömrəli topun çevrəsi 750-770 mm. Kütləsi isə olacaq 580-620 qram. Dedik ki, basketbol topu 3 kateqoriyada olur. Hansı nömrələrdir? 5 nömrəli topdur, 6 nömrəli topdur və 7 nömrəli topdur. Bizə əsas lazım olan 6 nömrəli və 7 nömrəli topdur.
6 nömrəli top qadınlar üçün nəzərdə tutulur. 7 nömrəli top kişilər üçün nəzərdə tutulur. 6 nömrəli topun çevrəsi. Çevrə deyəndə topun dairə boyu çevrəsi nəzərdə tutulur. 6 nömrəli topun dairə boyu çevrəsi 715-730 mm. Bəs topun kütləsi, çəkisi nə qədər olacaq? Topun kütləsi olacaq 510-550 qram. Gəldik 7 nömrəli topa. 7 nömrəli topun çevrəsi 750-770 mm. Topun kütləsi isə olacaq 580-620 qram. Basketbolda meydan seçimi. Digər idman oyunlarından fərqli olaraq bir dənə basketbolda meydan seçimi üçün püşatma keçirilmir. Yəni basketbolda meydan seçimi üçün püşatma keçirilmir. Bəs necə müəyyənləşdirilir? Təqvimə əsasən müəyyənləşdirilir. Təqvimdə məsələn A və B komandası üzərində göstərək. Buraya yazırıq A, buraya yazırıq B. A və B komandası üzərində göstərək. Aha. Təqvimdə birinci göstərilən komanda ev sahibidir. Yazıram buraya, ev sahibidir. İkinci göstərilən komanda qonaq komandadır. Qonaq komanda. Təqvimdə birinci göstərilən A komandası ev sahibi, ikinci göstərilən komanda isə qonaq komanda. Yəni təqvimdə A və B komandanın oyununu biz göstərdiksə, bu göstəricide A komandası ev sahibidir, B komandası qonaq komandadır. Qonaq komanda meydançanın katibin stolu baxan sağ tərəfində. Burada katibin stolu var. Qonaq komanda meydançanın katibin stolu baxan sağ tərəfində. Sağ tərəfində qonaq komandadır. Qonaq komanda. Katibin oxun sol tərəfi isə ev sahibi komandadır. Ev sahibi komanda kimi qeyd olunur. Basketbolda meydan seçimi püşkatma ilə müəyyənləşdirilmir. Biz bunu dedik. Ev sahibi A və B komandası üzərində göstərdik. A ev sahibini göstərdik. B komandası qonaq komanda və masa hakiminin stolunun sağ tərəfi qonaq komanda üçün nəzərdə tutuldu. Sol tərəfi isə ev sahibi komanda üçün nəzərdə tutuldu. Bəs basketbolda hansı periodlar necə başlanılacaq? Basketbolda bir dənə ancaq birinci period 3 metr 60 santimetrlik mərkəzi dairənin içərisindən başlanır. A komandasının oyuncusu buradadır, B komandasının. Hər komandanın bir oyuncusu 3 metr 60 santimetrlik dairənin içərisində olur. Əsasən də ucaboy oyuncular olur ki, topu rahat qəbul eləsinlər. Və hakim 3 metr 60 santimetrlik dairənin içərisində topu əli ilə havaya atır. Havadan geri qayıdış edən topu hansı komanda qəbul edirsə, istər A, istər B komandası qəbul edirsə, məsələn, hava atışı oldu, A komandası havadan gələn topu daha tez qəbul elədi. Həmin komanda üçün hücuma 24 saniyə açılır. Yəni, hava atışından qayıdan topu A və B fərqi yoxdur. Hansı komanda qəbul edirsə, həmin komanda üçün hücuma 24 saniyə açılır. Bir dənə dedik ki, ancaq birinci period mərkəzdən hakimin topu havaya atışı ilə başlayır. Hər komandanın əsasən ucaboy oyuncuları A və bir dənə hər komandadan bir oyuncu 3 metr 60 santimetrlik dairənin içərisində topu qəbul eləmək üçün olur. Digər komandalar meydançanın özlərinə ait hissəsində olurlar. Bəs digər periodlar hardan başlanır? İkinci perioddur, üçüncü perioddur, dördüncü perioddur, əlavə periodlardır. Bunlar hamısı yan xəttdən. Biz buna deyirik zonadan. İkinci period, üçüncü period, dördüncü period, əlavə periodlar yan xəttdən zonadan başlanır. Baxın, birinci periodda hakim topu havaya atdı. Hava atışından gələn topu A komandası qəbul elədi. Demək, hücuma hansı komanda başladı? A komandası. İkinci periodda, əgər hücuma A komandası başlayırsa, masa hakiminin qabağında ox işarəsi B komandasının hücumunu göstərəcək. B komandasının. Artıq yan xəttdən zonadan ikinci periodda B komandası oyuna başlayacaq. Əgər ikinci periodda B komandası oyuna başlayırsa, hücum istiqaməti A komandasını göstərəcək. Üçüncü periodda A komandası oyuna başlayacaq. Əgər üçüncü periodda A komandası oyuna başlayırsa, artıq ox işarəsi B komandasını göstərəcək. Dördüncü periodda B komandası. Yəni, bir dənə birinci perioddan başqa
hansı digər periodlarda hücum istiqamətləri masa hakiminin ox işarəsinə əsasən müəyyənləşdirilir. Dördüncü periodda da dedik, ox işarəsi hansı komandanı göstərirsə, həmin komanda əlavə hissədən, yəni əlavə hissədən yan xəttdən mübahisəli topla başlanılır. Aha. Əgər dedik ki, oyun əlavə perioda gedərsə, bəs burada proses necə olur? Əlavə perioda gedəndə 4-cü periodda ox işarəsi hansı komandanın hücumunu göstərmişdirsə, əlavə periodda həmin komanda hücuma başlayacaq. Və yaxşı, 4 period oynanıldı. Hesab bərabərdir. A komandası 35 xal, B komandası 35 xal. Əlavə perioda gedirdi. Əlavə periodda komandalar meydançanın hansı hissəsində oynayacaqları bəs necə müəyyənləşdirilir? Bunu da yadda saxlayaq ki, 4-cü periodda A və B komandası meydançanın hansı hissəsində oynayırdısa, əlavə perioda gedəndə də həmən hissədə oyunu davam etdirəcək. Və 4-cü periodda ox işarəsi hansı komandanın hücumunu göstərmişdirsə, əlavə perioda gedəndə həmin komanda hücuma başlayacaq. Birinci period, ikinci period, üçüncü period, dördüncü period əlavə periodlarda hücuma başlayan komanda üçün hücuma 24 saniyə açılır. Hamısında 24 saniyədir. Bir dənə birinci period mərkəzi dairədən 3 metr 60 santimetrlik dairədən icra olunur. Digər periodlar yan xəttdən, zonadan, hətta əlavə periodlar da yan xəttdən, zonadan icra olunur. Və bütün periodlarda hücuma verilən vaxt 24 saniyədir. Bəs basketbolda meydança nə zaman dəyişdirilir? Komanda ev sahibi komanda yerini aldı, qonaq komanda yerini aldı. 2 period oynayırlar. 2 period bir hissə deməkdir. 2 period oynadıktan sonra A komandası keçir B komandasının yerinə, B komandası keçir A komandasının yerinə. Yəni basketbolda meydançanın dəyişdirilməsi ikinci perioddan sonra, yəni birinci hissədən sonra olacaq. Basketbol təmiz vaxtda oynanır. 3-3 basketbolda təmiz vaxtda oynanır. Basketbolda təmiz vaxtda oynanır. Futsal təmiz vaxtda oynanılır. Yəni bunlar təmiz vaxtda oynanılan idman oyunlardır. Basketbol 4 perioddan ibarətdir. 1 2 3 4. 4 perioddan ibarətdir. 2 period bir hissə deməkdir. Bu da olsun ikinci hissəmiz bizim. Hər period 10 dəqiqədən ibarətdir. Basketbol dedik 4 perioddan ibarətdir. 4 period, hər period 10 dəqiqədən ibarətdir. Ümumilikdə basketbol oynanır cəmi 40 dəqiqə. Cəmi 40 dəqiqə oynanır. Aha. Və biz deyirik ki 4 perioddan ibarətdir, 2 hissədən ibarətdir. 2 hissədən. 2 period bir hissə deməkdir basketbolda. 2 period bir hissə deməkdir. Əgər periodlar 10 dəqiqədən ibarətdirsə, hissə neçə dəqiqə olacaq? Hissə olacaq 20 dəqiqə. Aha. Ümumilikdə 40 dəqiqə davam edir. Birinci periodla ikinci period arasında 2 dəqiqə fasilə olur. 2 dəqiqə fasilə. Üçüncü periodla dördüncü period arasında 2 dəqiqə fasilə olur. 2 ilə 3 arasında 15 dəqiqə fasilə olur. Yəni biz belə qeyd eləsək, hissələrə ayırsaq. Demək, birinci periodla ikinci period arasında 2 dəqiqə fasilə. Komandalar birinci periodu oynadı, 2 dəqiqə fasilə ikinci period. İkinci periodu oynadılar, 15 dəqiqə fasilə üçüncü perioda keçirlər. Üçüncü periodu oynadılar, bitirdilər, 2 dəqiqə fasilə dördüncü period. Demək, birinci perioddan ikinci period arasında, üçüncü perioddan dördüncü period arasında 2 dəqiqə fasilə olur. İkinci perioddan üçüncü period arasında 15 dəqiqə fasilə. Sualı belə qoysa ki, basketbolda hissələr arası fasilə neçə dəqiqədir? Hissələr arası fasilə basketbolda 15 dəqiqədir. İkinci perioddan üçüncü period arası fasilə 15 dəqiqə. Hissələr arası fasilə 15 dəqiqə. Basketbolda periodlar arası fasilənin cəmi. Artıq fasilənin cəmi 2 dəqiqə burada, 2 dəqiqə burada, 4 dəqiqə, 15 dəqiqə burada.
edəcək 19 dəqiqə. Demək, basketbol 4 perioddan ibarətdir. Hər period 10 dəqiqədir. Cəmi 40 dəqiqə oynanılır. 2 hissədən ibarətdir. Hər hissə 20 dəqiqədir. Hissələr arası fasilə 15 dəqiqədir. Birinci periodla ikinci period 3 ilə 4 arası fasilə 2 dəqiqədir. İkinci periodla üçüncü period arasında fasilə 15 dəqiqədir. Periodlar arası fasilənin cəmi 19 dəqiqədir. Məsələn, A və B komandası arasında görüş keçirilir. A və B komandasına görüş keçirilir. 4 period oynanılıb, 40 dəqiqə oynanılıb, hesab bərabərdir. A komandası tutaq ki 42, B komandası 42. Hesab bərabər. Hesab bərabər olarsa, bu zaman komandalar 2 dəqiqə fasilə veriləcək. 2 dəqiqə fasilə. Hesab bərabər olarsa, komandalara 2 dəqiqə fasilə veriləcək. 2 dəqiqəlik fasilədən sonra 5 dəqiqəlik əlavə vaxt oynanılır. 5 dəqiqə. 5 dəqiqəlik əlavə vaxt. Artıq əlavə periodlar deyirəm. Əlavə vaxt oynanılır. Hesab bərabərdir. A komandası 42, B komandası 42. Bərabər 2 dəqiqə fasiləyə getdilər. 2 dəqiqəlik fasilədən sonra əlavə period oynanılmalıdır. Əlavə period 5 dəqiqəlik vaxtdır. Əlavə periodumuz. Bu 5 dəqiqə ərzində qalib müəyyənləşərsə, oyun bitəcək. 5 dəqiqə oynadılar. Hesab yenə bərabərdirsə, burada artıq yenidən proses təkrarlanır. Yenidən 2 dəqiqə fasilə, istirahət fasiləsi, əlavə 5 dəqiqə oyun. Yəni 5 dəqiqə oyun, 2 dəqiqə fasilə. Hesab bərabərdirsə, yenidən 5 dəqiqə oyun, 2 dəqiqə fasilə. Yəni qalib müəyyənləşənə qədər bu 5 dəqiqələr təkrarlanır. Burada artıq limit söhbət yoxdur. 3 dənə 5 dəqiqə oynanılacaq, bitəcək, yekunlaşacaq, xeyr. Yəni, qalib müəyyənləşənəcək bu 5 dəqiqələr təkrarlanır burada. 5 dəqiqə fasilə 2 dəqiqə. Ola bilər oyun ikinci 5 dəqiqədə qalib müəyyənləşsin. Ola bilər üçüncü 5 dəqiqədə qalib müəyyənləşsin. Yəni, artıq hansı 5 dəqiqədə? Birinci 5 dəqiqə, ikinci 5 dəqiqə, üçüncü 5 dəqiqədə qalib müəyyənləşirsə, artıq əlavə 5 dəqiqə təkrar oynanılmır. Basketbolda time out. Basketbolda time out. Yəni məşqçinin fasiləni götürməsi. Basketbolda texniki time out olmur. Testlərdə qarşınıza çıxa bilər ki, 4-cü periodda komanda neçə texniki time outdan istifadə edir? Birinci burada cavab 0-dır. Texniki time out yoxdur. Texniki time out bir dənə badmintonda qalıb idman oyunlarında. Digər idman oyunlarında texniki time out yoxdur. Digər idman oyunlarında. Dedik ki, basketbol 4 perioddan ibarətdir. 4 perioddan ibarətdir. 2 period 1 hissədir. Aha. Basketbolda birinci hissədə 2 time-out götürə bilər məşqçi. 2 time-out. İkinci hissədə 3 time-out götürə bilərsən. Yəni 4 period ərzində məşqçi 4 period ərzində maksimum 5 time-outdan istifadə edə bilər. Baxın, burada time-outdan istifadə etmək məcburi deyil. Məşqçi time-outdan istifadə etməyə də bilər. Yəni, zəruri hal yaranarsa, komanda oyunu düzgün oynamazsa, komandaya tapşırıqlar vermək üçün artıq məşqçi burada time-out'a nə edir? Time-out'ından istifadə edir. Birinci hissədə neçə time-out'umuz var? Baxın, birinci hissədə 2 time-out'umuz var. Mən bu 2 time-out'un istər birini birinci periodda istifadə edərəm, istər birini ikinci periodda istifadə edirəm. Yəni, hər periyoda bir dənə time-out'um düşə bilər. Elə istifadə edə bilərəm. Yaxud, birinci periodda mənə time-out ehtiyac olmuyor. Birinci hissəmə 2 dənə time-out verir, düzdürmü? 2 time-out'un ikisini də ikinci periodda istifadə edə bilərəm. Yəni, hissə üçün verilən limit 2'dir. Artıq bu məşqçinin istəyindən asılı olan bir şeydir. Yəni, mən bu 2 time-out'u birdən mi istifadə edim, 2'dən mi istifadə edim? Gəldim nəyə? İkinci hissəyə.
İkinci hissədə 3 timeout'um var. 3 timeout'un mən birini 3-cü periodda istifadə edirəm, ikisini 4-cü periodda, yaxud ikisini 3-cü periodda istifadə edirəm, birini 4-cü periodda. Bu artıq məşqçinin istəyindən asılı olan bir şeydir. Yəni birinci hissə üçün məşqçi 2 timeout götürə bilər, ikinci hissə üçün məşqçi 3 timeout götürə bilər. Birinci hissədə istifadə edilməyən timeout, ikinci hissəyə keçmir. Yəni sıfırlanır. Sən fikirləşmə ki, mən birinci hissədə 2 timeoutum vardı, mən bunu istifadə eləmədim, ikinci hissədə istifadə edirəm, xeyr. Birinci hissədə istifadə olunmayan timeout ikinci hissəyə keçməyəcək, sıfırlanacaq. Sənin ikinci hissə üçün sadəcə 3 timeoutun var, ancaq 3 timeoutdan istifadə edə bilərsən. Dördüncü periodun bitməsinə 2 dəqiqə vaxt qalıb. Yəni 4-cü periodun bitməsinə 2 dəqiqə vaxt qalıb. 40 dəqiqə 2 dəqiqədən sonra tamam olur. Əgər 4-cü periodun bitməsinə 2 dəqiqə vaxtımız qalıbsa, 3 timeoutumuz varsa, onlardan biri silinəcək, 2 timeoutumuz qalacaq artıq. 2 timeoutumuz qalacaq. Bunu belə yadda saxlayaq. Əgər 4-cü periodun bitməsinə 2 dəqiqədən az vaxt qalıbsa, 3 timeoutumuz varsa, istifadə olmayıbsa, avtomatik biri silinir, 2 timeoutumuz qalır. Biz artıq 2 timeoutu istifadə edə bilərik. Baxın, məşqçi timeoutu götürdü. Timeout bitəndən sonra nə eləməlidir məşqçi? Komandası oyuna qayıtmalıdır, düzdürmü? Bəs məşqçi komanda timeoutu götürdü, timeout bitdi, oyuna qayıdırsa, bəs burada hücuma neçə saniyə açılır, hansı hücumla oyun başlanır? Gəlin bunları danışaq. Baxın, oyunun saatı, yəni 4-cü period və yaxud əlavə period, yəni bitməsinə 2 dəqiqə, 2 dəqiqədən az vaxt göstərirsə, topu arxa sahədən, yəni komanda hardan topu oyuna daxil edəcək? Meydançanın arxa sahəsindən. Və biz topu meydançanın arxa sahəsindən başlayırıqsa, bizdə hücuma neçə saniyə açılır? Hücum açılır 24 saniyə. Yəni 4-cü periodun yaxud əlavə periodun bitməsinə 2 dəqiqədən az vaxt qalıbsa, topu arxa sahədən oyuna daxil etmə hüququna malik olan komanda aldığı timeoutdan fasilədən sonra həmin komandanın baş məşqçisi artıq istər rəqibə aid sahədə topu oyuna başlaya bilər, istər özünə aid sahədə. Yəni burada artıq məşqçinin istəyindən asılı olan bir şeydir. Əgər oyunun bitməsinə, yəni 4-cü periodun bitməsinə və əlavə vaxtın bitməsinə 2 dəqiqə və 2 dəqiqədən az vaxt qalıbsa və sən topu meydançanın arxa xəttindən oyuna başlayırsansa, sən hücumda olan komandasan. Meydançanın arxa xəttindən topu oyuna başlayan komanda timeoutunu götürdü, 1 dəqiqəlik timeoutunu. Götürəndən sonra timeout bitdi, meydançaya qayıtmalıdır, düzdürmü? Meydançaya qayıdırsa, artıq burada bu məşqçinin istəyindən asılı olan bir şeydir. İstər məşqçi rəqibə aid sahədən topu oyuna daxil edə bilər, istər özünə aid sahədən topu oyuna daxil edə bilər. Dedim ki, basketbolda oyunun saatı, yəni vaxtdan danışırıq. 4-cü periodda və əlavə vaxtda 2 dəqiqə və 2 dəqiqədən az göstərirsə, topu arxa sahədən, baxın, arxa sahədən oyuna daxil etmə hüququna malik olan komandanın aldığı timeoutdan fasilədən sonra həmən komandanın baş məşqçisi oyunun komandanın ön sahəsindən, ön sahə rəqibə aid sahədir. Komandanın ön sahəsindən oyuna daxil etmə xəttindən və ya komandanın arxa sahəsindən topun oyunun dayandırıldığı yerə ən yaxın nöqtədən topun oyuna daxil edilməsini qərar vermək hüququna malikdir. Yəni belə bir prosesdə artıq məşqçi qərar verir ki, mən ön sahədən topu oyuna başlayacağam, yoxsa arxa sahədən. Və burada proses necə olur? Əgər komanda, yəni timeout götürdü, timeout bitdikdən sonra meydançaya qayıdan komanda arxa sahədən hücuma başlayırsa, hücum hansı saniyədə qalmışdırsa, həmin saniyədən davam edəcək. Bəli, timeoutdan sonra topun oyuna daxil edilməsi üçün komanda arxa sahədən hücuma başlayırsa, hücum hansı saniyədə qalmışdırsa, həmin saniyədən davam edir.
Amma ön sahədə, yəni rəqibə aid sahədə biraz proses fərqlidir. Ön sahədə hücum 13 saniyə, baxın hücum 13 saniyə və daha az göstərirsə, 13, hücum 13 saniyəni göstərir və 13 saniyədən daha az göstərirsə, həmən saniyədən davam edəcək. Hücum vaxtı 14 saniyə və daha çox göstərirsə, hücuma 14 saniyə atılacaq. Bir də deyirəm, arxa sahədən komanda hansı hücumda qalmışdırsa, həmən hücumdan oyun davam edir. Amma ön sahədə fərqlidir. Ön sahədə hücum vaxtı 13 saniyə və 13 saniyədən az göstərirsə, həmin saniyədən oyun davam edəcək. 13, 12, 11, 10, 9 azalmağa doğru gedəcək. Hücum vaxtı 14 saniyəni göstərirdisə, ön saniyədə komanda timeout'a gedəndə və 14 saniyədən çox göstərirdisə, həmin komanda üçün hücuma 14 saniyə atılacaq. Bu proses hansına aiddir? Oyunun bitməsinə 2 dəqiqə və 2 dəqiqədən az vaxt qaldıqda. Əgər timeout topa yeni nəzarəti əldə edən komanda tərəfindən götürülübsə, yəni artıq oyunun bitməsinə 2 dəqiqə, 2 dəqiqədən az vaxt qalmayıbdır. Mən məşqçiyəm, timeout götürürəm. Komandaya tapşırıqlarımı vermək üçün. Əgər timeout götürdüm, timeoutdan sonra meydançaya qayıdan zaman, əgər arxa sahədən hücuma başlayacamsa 24 saniyə, ön sahədə hücuma başlayacamsa 14 saniyə atılacaq. Yəni bu 2 dəqiqə məsələsinə aidiyyatı yoxdur. Yenə deyirəm, məşqçi olaraq birinci periodda görəm komandam oyunu normal oynaya bilmir. Nə eləməliyəm? Timeout götürməliyəm, komandaya tapşırıqlarımı verməliyəm. 1 dəqiqəlik timeout'u götürdüm. 1 dəqiqəlik timeout götürdükdən sonra timeout vaxtım bitdi, meydançaya qayıtmalıyam. Əgər arxa sahədə olan zaman mən, yəni topu nəzarət edən komanda, arxa sahədə olan zaman timeout götürmüşdümsə, arxa sahədən də hücuma başlayacağam. Hücuma başlayıramsa burada 24 saniyə, ön sahədə olan zaman timeout götürmüşdümsə, yenidən ön sahəyə qayıdıramsa hücuma 14 saniyə atılacaq. Timeoutlara verilən vaxt 1 dəqiqə 60 saniyədir. Birinci hissədə götürülməyən timeout ikinci hissəyə keçmir, sıfırlanır. Bir də biz dedik ki 4 periodda məşqçi maksimum 5 timeoutdan istifadə edə bilər. Hər əlavə edilmiş 5 dəqiqədə bəzən 4 periodla qalib müəyyənləşməyə bilər. Basketbolda ya qalib olmazsan, ya məğlub. Heç də söhbəti yoxdur. Bəzən 4 periodla qalib müəyyənləşməyə bilər. Bu zaman əlavə periodlar oynanılacaq. Hər əlavə edilmiş 5 dəqiqədə, gəlin A və B komandası üzərində göstərək. Hər əlavə edilmiş 5 dəqiqədə A komandasının məşqçisi də bir timeoutdan istifadə edir, B komandasının məşqçisi də. Və birinci əlavə 5 dəqiqədə timeoutdan istifadə edə bilirəm, bir dənə timeout. İkinci əlavə 5 dəqiqədə yenə bir timeout şansı var. Üçüncü əlavə 5 dəqiqədə, dördüncü əlavə 5 dəqiqədə, yəni qalib müəyyənləşənə qədər 5 dəqiqələr oynanır. Hər əlavə edilmiş 5 dəqiqədə hər komandanın bir timeout şansı var. A komandasında bir timeout şansı var. B komandasında bir timeout şansı var. Məsələn, 4 period oynanılıb, qalib 3-cü əlavə periodda müəyyənləşib. 3-cü əlavə periodda. Bir komanda maksimum neçə timeoutdan istifadə edib? 4 periodda maksimum 5 timeoutdan istifadə eləmişəm. 3-cü əlavə 5 dəqiqə deyirsə, hər əlavə 5 dəqiqədə də 1 timeout. 3 dənə də buradan elədi. Demək, əgər qalib 3-cü əlavə periodda müəyyənləşibsə, məşqçi ümumi görüş ərzində əsas və əlavə periodlar daxil olmaqla maksimum 8 timeoutdan istifadə edib. Əlavə vaxtda da, əsas vaxtda da timeoutlara verilən vaxt 1 dəqiqə, yəni 60 saniyədir. Timeoutu məşqçi və məşqçi köməkçisi tələb edə bilər. Basketbolda saniyə qaydaları. Basketbolda hansı saniyə qaydaları var? Basketbolda var 3 saniyə. Basketbolda var 5 saniyə. 8 saniyə, 24 saniyə. Müəllimlər sual verir, müdavimlər sual verir. Sən müəllim, bəs 14 saniyə də var axı. Bəs biz 14 saniyə niyə qeyd eləmirik? 14 saniyə oyun ərzində açılada bilər, açılmaya da bilər. Amma biz 3, 5, 8, 24 saniyə qaydasına əməl eləməliyik. Yəni komanda 24 saniyə ərzində topu səbətə atmazsa, vaxt bitərsə top rəqib komandaya. Bunlar sırf əməl olunmalıdır. 3 saniyədə hamısını mən deyəcəm. 3 saniyəlik zona, biz buna deyirik məhdud zona. Məhdud zona, yəni rəqibin 3 saniyəlik zonasıdır və bunun eni 4.90, uzunluğu 5 metr 80 santimetrlik bir zonadır.
Basketbol yarışları keçirilir, məktəb arası yarışlarda, hətta müəllimlər arası yarışlarda. Müəllim gəlir səbətin altında yatır, səbətin altında yatır. 3 saniyəlik zonada, məhdud zonada. Komanda yoldaşı pas verir, bu da səbətə atır. Hakimdən də top bilmir qaydanı, ona fikir vermir, buna xal yazılır. Bu olmaz. Rəqibin məhdud zonasında oyunçu, yəni 3 saniyədən artıq qala bilməz. Bir oyunçunun komandası ön sahədə, ön sahə rəqibin sahəsidir. Canlı bir topu nəzarətdə saxlayırsa, yəni top canlı nəzarətində saxlayırsa, rəqibin qadağan olunmuş məhdud zonası var. 3 saniyədən artıq burada qala bilməz. Yəni mən 3 saniyəlik zonanın altında yatdım, kimsə mənə pas versin, mən səbətə atım. Rəqibin sən 3 saniyəlik zonasında qalırsansa, hakim nə edir? Sivistokdan istifadə edir, top rəqib komandaya keçir. Bəs hansı hallarda oyunçuya icazə verilməlidir ki, həmən 3 saniyəlik zonada qala bilsin? Hansı hallarda? Məhdud sahəni, yəni 3 saniyə məhdud sahəni tərk etməyə çalışırsa, artıq buranı tərk etməyə çalışırsa, özü və komanda yoldaşı atış edərkən və sahədən edilən bir atışda top oyunçunun əlindən çıxarkən və əlindən yenicə çıxmışkən hələ də məhdud sahədəsə, yəni topu əlindən çıxarıb ki, məhdud sahədədirsə, yəni tərk etməyə doğru gedirsə və ardıcıl 3 saniyədən daha az qalmışkən atış etmək üçün məhdud sahədə dribling, yəni çiləmə edirsə. Yəni 3 saniyədən artıq yadda saxlayaq ki, rəqibin məhdud zonasında biz 3 saniyədən artıq qala bilmərik. Oyunçunun məhdud sahədən çıxdığını müəyyən edilməsi üçün hər iki ayağı məhdud sahədən, yəni məhdud sahədən kənara qoyulmalıdır. Ayaqlar artıq kənara qoyulursa, yəni oyunçu məhdud zonanı tərk etmiş sayılır. 3 saniyə qaydası aydın oldu. Gəlin keçək 5 saniyə qaydasına. 5 saniyə qaydası. Mən həmişə deyirəm, basketbolda əsasən 3 dənə 5 saniyə qaydası var. Hansıdır bu 3 dənə 5 saniyə qaydası? Deyirəm ki, cərimə atışları 5 saniyə ərzində yerinə yetirilir. Cərimə atışları 5 saniyə ərzində yerinə yetirilir. Oyuncu topu çiləyib tutduqdan sonra top oyuncuda 5 saniyədən artıq qala bilməz. Və bir də top yan xəttdən oyuna daxil edilən zaman mütləq şəkildə 5 saniyə ərzində yerinə yetirilməlidir. Demək, cərimə atışları 5 saniyə ərzində yerinə yetirilir. Top yan xəttdən oyuna, yəni outdan oyuna 5 saniyə ərzində daxil edilməlidir. Oyuncu topu çiləyib tutduqdan sonra top oyuncuda 5 saniyədən artıq qala bilməz. Əgər cərimə atışı, deyirik neçə saniyə ərzində yerinə yetirilməlidir müəllimlər? Cərimə atışı buradan yerinə yetirilir. 3 metr 60 santimetrlik xəttin arxasında və biz bu xətti tapdalamamalıyıq, ayaqlamamalıyıq. Cərimə atışı 5 saniyə ərzində yerinə yetirilməlidir. 5 saniyə ərzində yerinə yetirilməzsə həmin cəhd uğursuz sayılır. Əgər bu hal sonuncu cərimə atışı zamanı qeydə alınarsa, oyun dayandırılır və top müdafiə olunan komandaya verilir. Bəzən basketbolda oyun ərzində 3 dənə cərimə atışı təyin edilə bilər, 2 dənə cərimə atışı təyin edilə bilər. Sənin cərimə atışını yerinə yetirmək üçün 5 saniyə vaxt verilir. Bu 5 saniyə ərzində sən nə eləməlisən? Cərimə atışını yerinə yetirməlisən. Həmin 5 saniyə ərzində yerinə yetirmirsənsə, sənin cəhdin uğursuz sayılır. Əgər sonuncu cərimə atışı zamanı bu qeydə alınırsa, top səndən alınacaq və eləcək rəqib komandaya. Oyuncu topu çiləyib tutduqdan sonra top oyuncuda 5 saniyədən artıq qala bilməz. İdmançı ya ötürmə eləməlidir, ya da topu səbətə atmalıdır. Sonra var 8 saniyə qaydası. Aha, biz dedik ki, basketbolda bir komandanın hücumuna 24 saniyə vaxt verilir. 24 saniyə. Aha, 24 saniyənin 8 saniyə qaydası necə işə yarayır? Yəni, komanda özünə aid yarım sahədə topa yiyələnən komanda 8 saniyə ərzində topu rəqibə aid yarım sahəyə keçirtməli. Yəni, rəqibə aid yarım sahəyə ötürmə dribling vasitəsilə keçirilməli. Yəni, bir komandanın hücumuna 24 saniyə vaxt verilir. 24 saniyənin sən 8 saniyəsini mərkəz xətti rəqib tərəfə keçməlisən. Və artıq sənin rəqib tərəfdə hücumu yekunlaşdırmağına 16 saniyə vaxtın qalır. Ona görə deyir ki, qaydalardır 3-dür, 5-dür, 8, 24 bunlara əməl olunmalıdır. 8 saniyə sən mərkəz xətti rəqib tərəfə keçməlisən. Sonra gəldik 24 saniyə qaydasına. Bir oyuncu meydançada canlı topun nəzarətini əldə etdikdə. Baxın, meydançada deyirəm, demirəm rəqibə aid sahədə, özümüzə aid sahədə bir oyuncu meydançada canlı topun nəzarətini əldə etdikdə.
Yəni topu rəqibdən əlindən ala bilər. Yəni canlı top rəqibdən top bizə keçə bilər. Yəni hər hansı bir vəziyyətdə canlı topun nəzarətini əldə edirsə, top oyuna daxil edilərkən, top hardan oyuna daxil edilir? Meydançanı məhdudlaşdıran xəttin arxasından. Top oyuna daxil edilərkən, top meydandakı bir oyunçuya toxunduqda və yaxud meydandakı bir oyunçu qaydalara uyğun olaraq topa toxunduqda və bu oyunçunun komandası topu nəzarətdə saxlamağa davam etdikdə bu komandaya hücumu yekunlaşdırmaq üçün 24 saniyə vaxt verilir. Basketbolda bir komandaya hücum etmək üçün 24 saniyə vaxt verilir. Bu 24 saniyə ərzində mütləq top səbətə atılmalıdır. Top səbətə atılmazsa, cəhd göstərilməzsə, vaxt bitdisə, 24 saniyə bitdisə, top rəqib komandaya keçir. Top rəqib komandaya keçir və rəqib komanda üçün hücuma 24 saniyə açılır. Mən demişdim dəstə, bir də təkrar deyirəm. Komanda birinci periodda hakimin hava atışından gələn topu qəbul etdi. İkinci period, üçüncü period, dördüncü period, əlavə periodlarda hücuma 24 saniyə açılır. Bir də komanda topa istər arxa, istər ön sahədə canlı nəzarət edirsə, burada da hücuma 24 saniyə açılır. Topun səbətə vurulmağından danışmıram. Sadəcə topa canlı nəzarət etməyindən, topu əlində saxlamağından söhbət gedir. Komanda istər özünə aid sahədə, istər rəqibə aid sahədə topa canlı nəzarət edirsə, bəli, burada hücuma 24 saniyə açılır. Bəs hücuma 14 saniyə nə zaman açılır? Baxın, hakim tərəfindən cərimə atışı təyin edilir. Cərimə atışı hardan yerinə yetiriləcək? 3 metr 60 santimetrlik xəttin arxasından və bu xətt tapdalanmamalıdır cərimə atışı zamanı. Əgər ayaqlanarsa, top atılarsa sayılmayacaq. Cərimə atışı yerinə yetirilən zaman mən topu atdım səbətə. Səbətdən qayıdan topu cərimə atışını yerinə yetirən komanda təkrar qəbul edirsə, artıq burada hücuma 24 saniyə yox, hücuma 14 saniyə açılacaq. Yəni cərimə atışını atdım, sadəcə top səbətdən düşmədi. Top səbətdən düşdüsə, top rəqib komandaya keçir, rəqib komanda üçün hücuma 24 saniyə atılır. Amma mən topu atdım səbətə. Top səbətdən düşmədi, cəhdim uğursuz oldu. Səbətdən geri qayıdan topu mən qəbul elədimsə, cərimə atışını yerinə yetirən komanda. Hücuma atılacaq 14 saniyə. Bir də, baxın, yazıram burada. 24 və yazıram 0-1 aralığı. Basketbolda hücuma verilən vaxt necə açılır? Basketbolda hücuma verilən vaxt açılır. 24, 23 azalmağa doğru gedir də. 22, 21, 20, 19, 18... 1 saniyə doğru belə azalır və hücum yekunlaşır. Yazdım 24-1 saniyə aralığında. Yəni artıq burada bütün saniyələrə aiddir. 24-1 saniyə aralığında bütün saniyələrdə hücumda olan komanda topu səbətə atarsa, top səbətdən düşməzsə, cəhdimiz uğursuz olarsa və hücumda olan komanda topu yenidən qəbul edərsə, hücuma 14 saniyə açılır. Hansı saniyə olursa olsun, meydançanın hansı hissəsində olursan ol, topu atdın səbətə, top səbətdən düşmədi. Səbətə dəyib, qayıdan topu yenidən sən qəbul elədinsə, artıq sənin üçün hücuma 14 saniyə açılır. Səbətə dəyib, rəqib komanda topu qəbul elədisə, rəqib komanda üçün hücuma 24 saniyə açılır. 24 saniyə. Bu, səbət prosesində belədir qayda, səbətdir. Amma bir də lövhə məsələsi var. Baxın, hücumda olan komanda topu atdıq səbətə. Top səbətə yox da lövhəyə dəyərsə, top lövhəyə dəyib, hücumda olan komandaya qayıdarsa, oyun hansı saniyədə qalmışdırsa, həmən saniyədən davam edir. Yəni 1.80-in 1.5-ə olan lövhəyə dəyərsə və hücumda olan komanda topu yenidən qəbul edərsə, oyun hansı saniyədə qalmışdırsa, həmin saniyədən davam edir. Amma səbətə dəyib, hücumda olan komandaya qayıdarsa, hücuma 14 saniyə açılır. Amma lövhəyə dəyib, hücumda olan komandaya qayıdarsa, hücum hansı saniyədə qalmışdırsa, həmin saniyədən davam edir. Əgər bu zamanda top itkisi olarsa, top rəqib komandaya veriləcək və rəqib komanda üçün hücuma 24 saniyə açılacaq. Deyirik ki, aşağıdakı hallarda oyun hakim tərəfindən dayandırılır. Hücum vaxtı
yenidən qurulur. Hansı hallarda oyun hakim tərəfindən dayandırılacaq, hücum vaxtı yenidən qurulacaq? Topa nəzarət etməyən komandanın etdiyi bir fol və qayda pozuntusu. Baxın, topa nəzarət etməyən komanda deyəndə, yəni biz hücumda olan komandayıq, topa nəzarət edən komandayıq. Topa nəzarət etməyən komanda isə müdafiədə gözləyən komandadır. Əvvəla bunu başa düşün. Yəni biz hücumdayıq, hücuma başlamışıq. Topa nəzarət etməyən komanda bizə qarşı bir faul və yaxud qayda pozuntusu edir. Müdafiədə olan komanda bizə qarşı bir faul, bir qayda pozuntusu edir. Sonra topa nəzarət etməyən komanda ilə bağlı hər hansı bir etibarlı səbəb və yaxud deyirik ki, hər iki komanda ilə əlaqəsi olmayan hər hansı etibarlı səbəb. Bu hallarda top əvvəldə topa nəzarət edən komandaya veriləcək. Yəni topa nəzarət edən komanda, yəni hücumda olan komanda hücuma başlayırsa və topa nəzarət etməyən, müdafiədə olan komanda tərəfindən bir fol qayda pozuntusu ilə qarşılaşırsa, əlbəttə ki, hakim oyunu saxlayacaq və topu kimə verəcək yenidən? Hücumda olan komandaya. Çünki mən hücuma keçirəm, rəqib komanda mənə qarşı fol edir, qayda pozuntusu edir. Hakim bu zaman oyunu saxlayır və topa nəzarət etmə, topu bu halda əvvəlcə topa kim nəzarət edirdi? Həmən komandaya verilir. Əgər topun oyuna daxil edilməsi həmin komanda tərəfindən həyata keçirilirsə. Aha. Arxa sahədəyəmsə, yəni arxa sahə özümaysa, arxa sahədəyəmsə hücuma 24 saniyə açılır. Ön sahədə biraz proses fərqlidir. Ön sahədə oyun dayandırıldığında hücum vaxtı 14 saniyə və daha çox göstərirdisə, hücum vaxtı sıfırlanmayacaq, həmin vaxtdan davam edir. Oyun dayandırıldığında hücum vaxtı 13 saniyə və daha az göstərirsə, hücuma 14 saniyə açılır. Və bu qaydanı bir də təkrar deyirəm. Biz hücumda olan komandayıq, rəqib komanda bizə qarşı, yəni topu nəzarət etməyən komanda, rəqib komanda bizə qarşı fol və qayda pozuntusu edirsə, hakim oyunu saxlayacaq və topu təkrar bizə, hücumda olan komandaya verəcək. Hücumda olan komanda tərəfindən top oyuna daxil edilirsə, əgər biz arxa sahədəyiksə, buradan hücuma başlayır, hücuma 24 saniyə açılır. Ön sahədəyiksə, ön sahədə oyun dayandırıldığı və hücum vaxtı 14 saniyə və daha çox göstərirdisə, həmin vaxtdan davam edəcək. Yəni hücum vaxtı sıfırlanmayacaq. Oyun dayandırıldığında hücum vaxtı 13 saniyə və daha az göstərirsə, hücuma 14 saniyə açılacaq. Hakim tərəfindən topu nəzarətdə saxlayan komanda ilə bağlı bir faul və qayda pozuntusu səbəbilə oyun dayandırıldıqdan sonra rəqib komanda topu oyuna daxil etmə hüququ verildi. Hücum vaxtı necə olacaq? Baxın, müəllimlər. Mən buna deyirəm, hücumda olan komandanın etdiyi qayda pozu. Bu elə gedir hücum faulu. Yəni burada kitab dilində mən dedim, amma bu nədir? Yəni deyir, hakim tərəfindən topu nəzarətdə saxlayan komanda. Topu nəzarətdə saxlayan komanda kimdir? Hücumda olan komanda. Topu nəzarətdə saxlayan komanda ilə bağlı bir faul və qayda pozuntusu səbəbilə, yəni topu nəzarətdə saxlayan komanda, yəni hücumda olan komanda faul edib yaxud qayda pozuntusu edib. Və bu zaman oyun nə olacaq? Hakim tərəfindən dayandırılır. Hakim tərəfindən dayandırıldıqdan sonra rəqib komanda nə olmalıdır? Topu oyuna daxil etmə hüququ verilir də. Bəs rəqib komandaya topu oyuna daxil etmə hüququ verildikdə hücum vaxtı necə olacaq burada? Əgər həmin komanda arxa sahədədirsə, hücuma 24 saniyə açılacaq. Ön sahədədirsə, hücuma 14 saniyə açılacaq. Yəni, hücumda olan komanda etdiyi bir faulə görə, etdiyi bir qayda pozisiyona görə hakim tərəfindən saxlanılırsa, top əlbəttə ki, verəcək rəqib komandaya. Rəqib komanda arxa sahədə proses baş veribsə, hücuma 24 saniyə, ön sahədə olubsa, hücuma 14 saniyə açılacaq. Hakim oyunu topa nəzarət edən komandanın etdiyi texniki fol səbəbilə dayandırdı. Artıq bayaq komanda nə eləmişdi? Hücum fol eləmişdi də, düzdürmü? İndi komanda, yəni topa nəzarət edən komanda texniki fol eləyib. Yəni topa hücumda olan komanda texniki fol eləyib. Müdafiədə olan bunu heç eləməyib. Hücumda olan komanda texniki fol səbəbilə dayandırıldıqda oyun topun dayandırıldığı yerə ən yaxın nöqtədən daxil ediləcək. Hücum vaxtı sıfırlanmır. Dayandırılı andan etibarən qaldığı yerdən davam edir. Yəni, topa nəzarət edən komanda, hücumda olan komanda texniki faul edərsə,
hakim oyun tərəfindən dayandırılacaq. Qayda pozuntusu harda qeydə alınmışdırsa, həmən yerdən hücum vaxtı sıfırlanmayacaq, həmən saniyədən davam edəcək. Söhbət topu nəzarətdə saxlayan, hücumda olan komandanın etdiyi texniki foula görə hakim oyunu saxlayır və oyunu saxlayırsa rəqib komanda top harda dayandırılmışdı, həmən yerdən hücum vaxtı sıfırlanmayacaq. Hansı saniyədə qalmışdırsa, həmin saniyədən davam edəcək. Sonra qeyri-idman foulu və diskvalifikasiya edici bir folda komanda ön sahədən topu oyuna daxil etmə xəttindən topu oyuna daxil edirsə, yəni hücumda olan komanda hər hansı hücumda olan komanda qeyri-idman foulu, yəni qeyri-idman foulu və diskvalifiksiya edici bir folda komanda ön sahədən, yəni ön sahənin rəqibət sahədən topu oyuna daxil etmə xəttindən topu oyuna daxil edirsə, hücuma 14 saniyə açılır. Yəni qeyri-idman foulu və diskvalifiksiya edici folda sən ön sahədən topu oyuna daxil edirsənsə, yəni ön sahə rəqibət sahədir, hücuma 14 saniyə açılır. Bir də belə bir qayda var. Rəqib zonasındayıq, rəqib zonasında. Hücum bizdədir. Top rəqibə dəyib yan xəttdən çıxırsa, hücum vaxtı burada rol oynamır. İstər 14 saniyədən aşağı göstərsin, 14 saniyədən yuxarı göstərsin. Rəqibə aid zonada hücum bizdəsə, top rəqibə dəyib yan xəttdən çıxırsa, hücum bizdəydi axı. Hücum bizdəydi. Sadəcə top rəqibə dəyib yan xəttdən çıxdı. Bu zaman oyun qaldığı saniyədən davam edəcək və top yan xəttdən oyuna daxil ediləcək. Bir də deyirəm, rəqibə aid zonada top rəqibə dəyib yan xəttdən çıxırsa, burada hücum vaxtı 14 saniyədən yuxarı aşağı fərq etmir. Yəni mühüm rol oynamır. Oyun qaldığı yerdən, qaldığı saniyədən davam edəcək, top yan xəttdən oyuna daxil ediləcək. Əgər rəqib topu kontrol edərsə, yəni rəqib özünə aid sahədə topu kontrol edirsə, nəzarət edirsə və topu itirirsə, biz bu halda rəqibin meydanda olduğumuza görə bizim hücuma 24 saniyə açılır. Yəni rəqib hücuma başladı və özünə aid sahəsində topu itirdi. Özünə aid sahəsində rəqib topu itiribsə, nə eləməliyik biz? Rəqibət sahədən topu yan xəttdən oyuna daxil eləməliyik. Bizdə hücuma 14 saniyə açılır. Bizim üçün. Amma biz rəqibət sahədəysə, top rəqibə dəyib yan xəttdən çıxırsa, artıq burada hücum bizdə olduğumuza görə oyun hansı saniyədə qalmışdırsa, həmən saniyədən davam edəcək. Basketbolda hakim topu oyuna daxil edəcək oyuncudan 4 metrdən artıq aralı durmamalıdır. Yəni topu oyuna başlayan oyuncu ilə hakim arasında ən azı 4 metr məsafə olmalıdır.